Hər vaxtınız xeyir olsun. Bugün sizə elə bir mövzudan danışacağıq ki, hər bir imtahanda mütləq bir sualınız bu mövzudan olur. Ona görə videonu diqqətlə, qəşəngcə izləyirsiniz və sonunda təxminən 15-20 dəqiqənizin boş yerə getmədiyinə əmin olacaqsınız. Bismillah, başlayaq. Öncə onu deyim ki, əgər imtahana qədər bizlə hazırlaşmaq istəyirsə, istər blok imtahanına, istər MİQ imtahanına 055 597 0151-ə yazıb son günlərinizi canlı yayımlardan və xüsusi çətin sambalı sınaqlardan istifadə edə bilərsiniz. Belə, başlayaq. Yəqin ki, belə barmağınızla bir dənə tıqq eləməyi də unutmazsınız. Mövzumuz nədir? Cümlə üzvünün əlavəsi, tam olaraq da əlavə yox, əlavənin bəzi məqamlarından danışacağıq ki, bu məqamlara %100 hakim olmalısınız. Çünki təkcə əlavəni bilməklə iş bitmir. Sən cümlənin sözün müstəqil cümləsi olub-olmamasına və onun əlavədə hansı payının olmasına fikir verməlisən. Öncə görək əlavə nədir? Əlavə, tirədən sonraki sözün əvvəlki sözü izah eləməsidir. Məsələn, Əli, dostum gəldi. Bu nə deməkdir? Gəldi kim? Əli, gəldi kim? Dostum. Əli kimdir? Dostumdur. Yəni yazır ora Əli gəldi. Mən bilmirəm axı Əli kimdir. Tirədən sonra bir söz yazır. Bu sözlə o tirədən əvvəlki sözü izah eləyir. Deyir ki, Əli kim imiş? Mən də bu deməli dostum sözünün əmin oluram, aydın olur mənə ki, bu Əli kimdir? Yəni izah olunur. Düzdürmü? Mən deməli ora kəndimizə gedəcəyəm. Gördünüz? Oranın hara olduğu kəndimizə sözü ilə izah olundu. Mən Kamranı, uşaqlıq dostumu gördüm. Kamran deməli kimdir? Öncə deyirəm ki, Kamranı gördüm. Kamran deyəndə mənim üçün bilinmədi o kimdir. Amma mən oraya əlavə eləyəndə ki, uşaqlıq dostumu gördüm. Artıq qarşıdakı adam mənim yəni haqqında danışmaq istədiyim adamın kim olduğunu daha yaxşı bildi. Düzdürmü? Tirədən sonraki əvvəlki sözü açır, daha aydın, daha gözəl şəkildə izah eləyir. Vəssalam, bura kimi əlavə haqqında kifayətdir. İndi baxaq məsələn əlavənin qurtlu məqamlarına. Dostu, ən əziz adamı da qonaqların arasına. Qonaqların arasına kim? Dostu. Sırf dostu sözünü izah eləyən nədir? Adamı, düzdürmü? Hansı adamı? Əziz adamı. Əlavənin özünün də təyini olur. Belə suallarda düşür. Sonra bizdə həmin gün, məsələn, blokda belə bir sual var idi. Yenə də belə sualların olması istisna olunmur. Biz də həmin gün şəhərdə, paytaxtda. Əgər sən tirədən, əlavədə ana yasa budur. Tirədən əvvələ baxsan, dərhal səhv eləyəcəksən. Amma sən tirədən sonrakının sintaksdə, yəni sintaktik baxımdan nə olduğuna əmin olmalısan. Yaxşımı? Bax, sən belə baxsan, Kərim, kim Kərim mübtəda? Və yaxud biz də həmin gün şəhərdə, harda şəhərdə zərfli idi də, elə bu qədər rahat olsaydı, bunu niyə salırdılar hər imtihana? Deməli, sən tirədən sonraya baxmalısın. Biz də həmin gün şəhərdə, tutaq ki, zərfli kimi düşündün, paytaxtın gözəl yerlərindən birində idik. Gördünüz? Paytaxtın gözəl yerlərindən birində idik. Və yaxud ölkəmizin paytaxtında idik. Fərq yoxdur, müxtəlif formalarda verə bilərlər. Baxıram arada, biz də həmin gün şəhərdə qoyulsun orada olsun. Paytaxtın gözəl yerlərindən birində idik. Gördünüz? Təhlildə artıq bu oldu xəbər. Əlavənin bir tərəfi zərfli, bir tərəfi xəbər olmaz. Yəni, tirənin, daha doğrusu, hər iki hissəsi sintaktik baxımdan eyni olmalıdır. Yəni, biri tamamlıq, biri zərfli, belə şey yoxdur. Biri xəbər, biri tamamlıq, belə şey yoxdur. Mütləq ikisi də eyni olmalı. Bu xəbər demək, vəssalam, düşünmədən xəbərin əlavəsi işlənmişdir. Vəssalam, qutardı. Bu belə. Deməli, burada zərfliyin yox, xəbərin əlavəsi var. Deməli, necə olmalı cümləsində? Biz də həmin gün şəhərdə, yəni biz də həmin gün orada idik, yəni paytaxtın gözəl yerlərindən birində idik. Bunun da idisi var idi, idiki var idi, o ixtisar olunub. İkisi də xəbər oldu. Sonra, Kərim, daimin qonşusu daha çox da bəzən nə ilə verilir? Tərkiblərlə çaşdırırlar. Məsələn, feil-sifət, feil-bağlama tərkiblərlə çaşdırırlar.
Kərim daimin qonşusu bizə gələndə. Sən bu cür yanaşsan buna Kərim kim mübtəda, getdi mübtədanın əlavəsi variantlarda mütləq var. Olmaz. Bax, Kərim kimdir? Daimin qonşusudur. Hə, daimin qonşusu bunun əlavəsidir. Görək o daimin qonşusu cümlənin mübtədasıdırmı? Kərim, yəni daimin qonşusu bizə gələndə qarşıladıq. İndi cümləni təhlil qarşıladıq. Kimi onu. Nə vaxt? Kərim daimin qonşusu bizə gələndə. Daimin qonşusu bizə gələndə. Təhlildə bu nədir? Bütöv zərflik. Sintaktik təhlil zamanı bu cümlədə mübtəda yoxdur. Sən bu cümlədə mübtədanın əlavəsini aradan deyə bilərsən. Yəni, mübtəda deyə bir işarə yoxdur. Mübtədaya aid heç bir nümunə yoxdursa, mübtədanın əlavəsi necə ola bilər bu cümlədə? Ola bilməz. Deməli, nə varmış burada? Kərim daimin qonşusu bizə gələndə onu qarşıladıq. Deyəcəksən ki, bax, bu nədir? Fe'li bağlamadır. Fe'li bağlama tərkibinin asıl tərəfi və yaxud daha düzgün adı ilə fe'li birləşmənin asıl tərəfi əlavəli işlənmişdir. Bu cür götürəcəksiniz. Tapşırığı müəllimin dediyini öyrənməyin faydasını dərk etmirdi. Hə, qəşəngdir. Nəyi dərk eləmirdi? Tapşırığı nəyi dərk eləmirdi faydasını? İndi burada artıq məsələ biraz dərinləşir. Adam elə bilir ki, burada tamamlığın əlavəsi var. Görək var yoxsa yoxdur. Tapşırığı sözünün əlavəsi nədir? Tapşırığı deyəni bilmirəm nədir. İzah edir, biraz açır ki, o tapşırıq nəymiş. Müəllimin dediyini, bax, müəllimin dediyini, müəllimin dediyini oldu tapşırığı sözünün əlavəsi. İndi görək bu özü nədir? Müəllimin dediyini dərk etmirdi, xeyr. Müəllimin dediyini dərk edirdi. Müəllimin dediyinin öyrənməyin faydasını dərk eləmirdi. Müəllimin nə dediyini anlayır, bilir ki, müəllim nə deyir. Amma onu öyrənməyin faydası nədir, bunu bilmir. Bildiniz nə demək istəyirəm? Bu adamın dərk eləmədiyi, bu öyrənəcəyinin faydası nədir? Onu bilmir ki, mən o müəllimin dediyini öyrənərəmsə, hansı faydanı əldə eləyərəm, hansı faydanı qazanaram? Bax, məsələ budur. Amma müəllimin dediyini başa düşür ki, müəllim nə deyir? Bu sözləri danışdı, izah eləyə bilər ki, müəllim bunları dedi. Amma o tapşırdıqlarını öyrənərəmsə, mənə nə fayda verər, onu anlamır. Amma belə quru olaraq skeletini anlayır məsələni. Düzdür? İndi, burada məsələ nə? Deməli, tapşırığı dərk etmirdi. Fikir səhv, tapşırığı dərk edir. Tapşırığı yox, dərk eləmədiyi müəllimin dediyini öyrənməyin faydasını anlamır bu. Vəssalam. Deməli, nə olacaq burada? Müəllimin dediyini sözü məsdərin aslı tərəfi imiş. Məsdərin asıl tərəfidir. Bax, öyrənməyin, əslində belədir də cümlə. Öyrənməyin faydası tamamlıq. Düzdür? İndi burada nə var? Bu tamamlığın da aslı və əsas tərəf var. Asıl tərəf məsdərdir. Məsdər də özündən qabaq sözlərlə tərkib yaradıb. Müəllimin dediyini öyrənmək. Fikir verin. Müəllimin dediyini öyrənmək. Bu da bir bütöv məsdər tərkibi. Deyə bilərsən ki, niyə belə baş verir? Məsdər onsuz da tərkib yarada bilir. Və məsdər tərkibi bütövlükdə üçüncü növün asıl tərəfi ola bilir. Öyrənməyin faydası üçüncü növ deyil, üçüncü növdür. Bunu öyrənməyin faydası bu da üçüncü növdür. Müəllimin dediyini öyrənməyin faydası bu da üçüncü növdür. İndi bütövlükdə nə olacaq? Hamısı, bax, öyrənməyin sözü var ha. Özündən qabaq müəllimin dediyini bu sözü idarə eləyir. Bu söz, yəni bütövlükdə bu söz birləşməsi, bu tərkibi daxil olur və müəllimin dediyini birləşməsi də tapşırığı sözünün əlavəsidir deyə burada nəticə etibarında nə olacaq? Nəticə etibarında olacaq. İsmi birləşmənin, üçüncü növ təyin söz birləşməsinin aslı tərəfinin əlavəsi. Üçüncü növün asıl tərəfinin əlavəsi. Biraz çətin məqam ola bilər. Əgər bu hissələri anlamırsa, deməli, əlavədə biraz boşluqlar var. Əlavənin hələ öz qaydalarında boşluq var və həmçinin söz birləşməsində, sintaksdə boşluqlar var ki, yəni bu hissə sənəcə qaranlıq qaldısa, başa düşmədinsə, onun problemi kökü. Səbəbi bu videoda, bu mövzuda deyil. Sən o səbəbi öncə fe'li birləşmələrdə, söz birləşməsində və həmçinin sintaktik təhlildə o məsələləri həll elə, daha sonra bu videonun bu hissəsinə baxsan, problem yaranmayacaq. Sonra onu buradan, doğma evindən ayırdılar. Baxaq, onu buradan, doğma evindən. Doğma evindən bütöv əlavədir. Bu əlavənin özündə nəyi var? Təyini var və amma əsas buna sırf əlavə olan söz nədir də? Yəni, bununla uyğun gələn nədir?
O da olacaq nə? Zərfin əlavəsi. Ayırdılar. Hardan? Evindən. Bu da nədir? Evindən. Bax, bununla ikisi uyğun gəlirək. Deməli, zərfin əlavəsi var. Sonra özünü və bütün ailəsini məhv elədi. Burada lazımdır. Sən də elə hamıdan, bax, burada da məsələn, maraqlı bir şey var. Bax, məsələn, deyir ki, sən də elə hamıdan fərqlisən. Tutaq ki, sizdən sual soruşulur ki, hansı cümlələrdə elə, hansı cümlələrdə elə ədat kimi işlənmişdir? Və nümunələrdən birində gətirib bunu verir. Bax, diqqətli olmalısan. Burada nə yazır? Sən də elə hamıdan fərqlisən. Yəni, demək istəyir ki, burada tire var. Tirenin burada olması, burada bir cümlə özünün əlavəsinin olması deməkdir. Cümlə özünün əlavəsi də, yəni əlavə də əlavə. Ədata əlavə olmaz. Ədata əlavə olmaz. Əlavə nəyə olar? Cümlə özünün olur. Cümlə özünün ifadə vasitəsi ədat olmaz. Yəni, əlavə cümlə özünədir və yaxud tərkibin hansısa bir hissəsinədir. Düzdürmü? Amma ədata bir əlavə olmaz. Deməli, bu söz ədat yox, əvəzli imiş. Əslində belə imiş cümlə. Sən də eləsən, yəni hamıdan fərqlisən. Eləsən dediyin də heç bir halda ədat olmaz. Olacaq nə? Əvəzlik. Yaxşımı? Burada deməli və bununla əmin olacağım da xəbərin əlavəsi var. Elə sözündə ədat kimi bu cümlədə, bu vəziyyətdə düşünə bilmirsən. Bu da getdi. Mən də elə sənin kimi deyiləm. Bu da onun kimidir. Mən də elə, yəni sənin kimi deyiləm. Sənin kimiyəm, sənin kimi deyiləm. Bax, bütöv xəbərimiz hesab olunur. Yəni, burada da xəbərin əlavəsi var. Sonra başqa burada bir-iki məqamda deyək, kifayət edəcək. Bax, məsələn, burada deyir ki, köçmək, mahala qayıtmaq bizə də xoş idi. Köçməyin əlavəsi nə idi? Mahala qayıtmaq. Mahala qayıtmaq nədir? Mübtəda. Deməli, nəyin əlavəsi var? Mübtədanın əlavəsi var. Aşağıya, indi bunları gəlin, 3 dənədir. Mənsiz özünüz, oxuyuram cümlə, aşağıya, bulağın başına inmək çox çətinlidir. Danışmaq, dərdini demək onun qəlbini sakitləşdirirdi. Oxumaq əvəzi ən böyük arzusu onu rahat qoymur. Bu 3 cümləndə mənsiz özünüz deməli, ardıcıl yazın. Lap aşağıda rəydə də yaza bilərsiniz. Daha sonra məndən yoxlayın. Görək bu videodan nələr öyrəndiniz, bir faydası oldu mu? Aşağıya, bulağın başına inmək çox çətin idi. Bax, aşağıya sözün əlavəsi nədir? Bulağın başına. Bəs bulağın başına çətinlik deyə bilirəm? Yox. Görsən, bulağın başına haradadır? Məsdərin tərkibindədir. Deməli, nə olacaq? Çətin idi. Nə? Bulağın başına enmək. Düzdür? Aşağıya da mübtəda olmaz axı. Bu mübtədasa o da gərək mübtəda olar. Mübtəda aşağıya, haraya? Mübtəda deyil axı. İndi, məsələ nədir? Bu sual nədir? Onun sualı harayadır? Belə də uyğun gəlməz. Deməli, bu söz haradadır? Məsdərin tərkibində. Və deməli, məsdər feili birləşmənin aslı tərəfi əlavəli işləmişdir. Bu da belə. Danışmaq, dərdini demək, onun qəlbini sakitləşdirirdi. Danışmaq, qəlbini demək, arzusu gəlin edək. Bunu biraz çətin olsun. İndi cavab verin. Danışmaq, dərdini demək arzusu onu, deməli, onun qəlbini sakitləşdirirdi. Bax, danışmaq, dərdini demək. Danışmaq, dərdini demək. Arzusu olanda isə olur artıq nəyə? İsim birləşmənin asıl tərəfi. Deməli, əlavəli işlərim isim birləşmənin aslı tərəfi. Amma bu cümlədə, yəni bunsuz yazsaydım verildiyi vəziyyətdə mübtədadır. Oxumaq əvəzi, yəni ən böyük arzusu onu rahat qoymurdu. Burada da nədir? Mübtədanın əlavəsidir. Bu qədər. Kifayət eləyər məncə. Yəni, burada yetərincə nümunə var idi. Bu nümunələr əsasında sən düşünürəm ki, yəni, imtahanda qarşına çıxa biləcək bir çox məsələlərin öhdəsindən gələ bilərsən. Ən azından mənim özümün də xoşuma gəldi. Elə o tamamlıq məqamı, sonra bu elə məqamı, bu üçüncü cümlə çox maraqlı idi. Bunu xüsusi olaraq bu cümləni yazıb qəşəngcə onun üzərində düşünə bilərsiniz. Yəni, deyirəm, əgər bir adam əlavəni bilmirsə, əlavə haqqında təsəvvürü yoxdursa, elə ancaq əlavəni Əli, yəni mənim dostum gəl, sadəcə bu qədər bilirsə, o adam onu anlamayacaq. Amma əlavənin tərkiblər məqamı haqqında məlumatlıdırsa, toplumda filan yaxşı işləyibsə, rahat işləyə bilirsə, o adam üçün bunlar fayda verəcək.
Bu qədər imtahana qədər bir daha təkrar bizim qruplarımıza qoşulub tam olaraq faydalanmaq, sınaqlar, çətin tipli testlər və incəlikləri görmək istəyənlər 055 597 0151-ə dairlər və bloka hazırlaşan abituriyentlər, filoloqlar isə 070 882 1883 yaza bilərlər. Kanala da abunə olmağı yaddan çıxarmayın. Sağ olun.